Bu da icra hakimiyyəti. Baxın, mənə mənzil verməkdə. Bu məsul şəxsdir, hörmətli dövlət başçımız, prezidentim, icra hakimiyyəti. Bax. Məni bu vəziyyətə, bu insan məni illərdir süründürür. Bax, mənə deyir ki, sən niyə qaynatan erin satmısan? Gəlmişsən məndən mənzil etirəm. O müştərək mülk idi. Mənim səlahiyyəti 92-ci ildən məni evsiz qoyan, bax, bu şəxsdir, icra hakimiyyətinin başçısıdır. İllərlə mənə, bax, imtina verir bu. Xahiş edirəm, hörmətli prezident, mənə kömək elə bu şəxslər üçün tədbir görün. Görürsünüz boynunun yoğunluğunu. Buradan yayınır. Sizə səsimi çatdırıram, hörmətli prezident. Səsimə səs verin. Xətai rayon icra hakimiyyəti mənə haqsızlıq eləyir. Beləcə saymamazlıq eləyir, ötür keçir gedir. Mənə deyir, vəbşi ümumiyyətlə sizi tanımıram. Siz kimsiz? Mən 92-ci ildən mən burada gəlmişəm. Burada illərdir mənə şəhid ailəsi kimi tanımaq istəmir. Sadəcə bu formada boynun başını sallayır aşağı, ötür, şəxsi qərəzlik edir. Bəzi şeylə pulla tələb eləyirlər. Pulla deyir, ver 4000 ver, mən sənin mənzil növbənə götürüm. Görürsünüz ki, qarşımda dayanmır, qaçır. Bax, mənə kömək eləyin, hörmətli prezident, siz qoymusunuz, qoyduğunuz qanunlarla getmirlər bunlar.